Hər kəsə salamlar. Ümid edirəm ki, yaxşısınız. Kanalıma və videoma yenidən xoş gəldiniz. Bu gün maraqlı bir video olsun istəyirəm. Həm biraz söhbət tərzində, həm də beynimizi rahatladacaq bir video olsun. İstəyirəm ki, indiyə kimi oxuduğum bəzi kitablar haqqında danışım, öz tövsiyələrimi bildirim, bəyəndimmi yoxsa yox və hansı hissləri keçirmişəm bu kitablarda, onları sizlərlə bölüşmək istəyirəm. Elə isə gəlin başlayaq. Öncəliklə onu qeyd etmək istəyirəm ki, kitabları 2 kateqoriyaya ayıracağam. Qeyri-bədii və bədii olaraq. Hər iki janrda oxuduğum bəzi kitablar var və bunları bu kateqoriyalara uyğun danışmaq istəyirəm. Və hal-hazırda kitablar mənim önümdədir. Goodreads proqramı deyə bir proqram var və onu mən həm planşetimə, həm də telefonuma yükləmişəm. Həmin Goodreads hesabımda, əgər sizin də Goodreads hesabınız varsa, girib orada mənim hesabıma baxa bilərsiniz. Mən orada bəzi oxuduğum kitabları qeyd etmişəm və hal-hazırda o listə baxaraq oxuduğum bəzi kitablar haqqında danışacağam. İlk demək istədiyim qeyri-bədii kitablardan biri Bir Şey adlı kitabdır. Əslində ingiliscə adı The One Thing-dir. Amma mən bunu Azərbaycan dilində oxumuşdum. Adı da Bir Şey olaraq gedir. Qəribə bir adı var, amma eyni zamanda sadə bir addır. Ona görə düşünürəm ki, kitab özünü elə ilk andan etibarən özünü cəlb edir. Və mən bu kitabı Librafdan əldə etmişdim. Bu arada reklam deyil, sadəcə olaraq həmin yerdən almışdım. Bu kitabı mən 2024-cü ilin başlarında oxumuşdum. Belə aldığım gündən etibarən oxumuşdum. Və kitab normal klassik olaraq produktivlik, disiplinlik, vaxtı necə idarə etmək, plan qurmaq və sair bu məsələlər haqqında danışır. İndiyə kimi əgər motivasiya kitabları oxumusunuzsa, eyni məqamları qeyd edir. Sadəcə kitabda sevdiyim fərqlilik ondan ibarət idi ki, çox praktiki məsələləri vurğulayırdı. Bir məsləhət verirsə, onu praktikada, onu işdə necə tətbiq edə biləcəyini məsləhət verə bilirdi. Ona görə əslində mən kitabı sevmişdim. Düzdür, bəzi insanlar deyir ki, əslində bu kitab bir növ Atomik Vərdişlər kitabının kopyası kimi bir şeydir. Mən Atomik Vərdişlər kitabını oxumamışam. Ona görə bu barədə doğrudur, yalandır bir şey deyə bilmərəm. Amma mən bu Bir Şey adlı kitabı çox sevmişdim. Yəni əgər motivasiya, disiplin, bu tipli kitablar sizi cəlb edirsə və ya hal-hazırda bununla bağlı araşdırmağa başlamısınızsa, bu kitabdan başlaya bilərsiniz. Çünki sadə dillə yazılıb məncə və mən bunu həyatımda tətbiq etmişdim. Elə 2024-cü ilin başlarında bu kitabı oxuduqdan sonra öz fəaliyyətlərimdə, motivasiya və ən çox disiplinlikdə bu kitabda öyrəndiyim bəzi nüansların köməkçi olduğunu görmüşdüm. Digər ikinci bir kitab The Psychology of Money kitabı olardı ki, bu kitabı ingilis dilində oxumuşdum. Bu kitab əslində pulu necə idarə edə biləcəyinizlə bağlı bir kitabdır. Düzdür, ekonomik və iqtisadi terminlər çox idi. Mənə görə çox idi. Çünki mən bu terminləri gördükcə bəzi başa düşmədiyim məqamlar çox olurdu. Ona görə kitabı əslində biraz gec oxuyub bitirə bilmişdim. Kitab yenə də məncə gözəl yazılmışdı. Düzdür, yəni başa düşmədiyim hissələr olsa da, sadəcə kitabın ana məğzi pulla, yəni pulu necə yığmaq, pulu necə idarə etmək və necə ağırlıq xərcləməklə bağlı olduğu üçün ən azından ana məğzi başa düşmüşdüm və bir növ artıq pul qazanmaq prinsipinə başqa bir baxışla baxmağa başlamışdım. Ona görə düşünürəm ki, bu kitabı tövsiyə edə bilərəm. Bu kitabı sevməyənlər də olur ki, kitab pul yığmaq haqqında danışır və s. amma kitabın məncə gözəl tərəfləri də bundan ibarət idi ki, elə pul yığmağın özünün elə ən böyük zənginlik göstəricisi olduğunu izah edirdi və başqa nüanslar da var təbii ki. İstəsəz gedib oxuya bilərsiniz. Digər bir kitab olardı ki, Ikigai kitabı. Düzdür, bu pul və motivasiya kitablarından sonra Ikigai kitabı biraz qəribə oldu. Çünki Ikigai biraz spiritual bir kitabdır. Yəni əslində bunun özü də bir həyat keyfiyyəti ilə bağlı olan kitablardan biridir. Bu kitab yaponların həyat fəlsəfəsindən danışır. Ikigai onlar üçün də həyat fəlsəfəsidir. Kiçik bir yapon kəndində aparılan bir sorğu üzərində oradakı insanların qida rejimindən, həyat rejimindən və s. danışır və necə huzurlu yaşadıqlarını qeyd edir. Mən əslində bu kitabı oxuduqca o huzuru hiss edirdim. Ona görə kitabı bu baxımdan sevmişdim. Yəni əslində Yapon fəlsəfəsi olan bu Ikigai maraqlı bir fəlsəfə idi. Məncə tövsiyə edə bilərəm. Digər bir kitab isə The Seven Spiritual Laws of Success kitabıdır ki, bu kitabı ingilis dilində oxumuşdum səhv etmirəmsə və bu kitabı mən onlayn şəkildə oxumuşdum. Çox qısa bir kitab idi. Düzdür, kitab belə wow bir
təsiri olan kitab olmadı mənim üçün. Sadəcə bu kitab uğura aparan yolda sizin mənəvi düşüncələrinizi necə təsir etdiyindən və sair danışırdı. Ən çox da təşəkkür etmə qabiliyyəti, şükür etmə qabiliyyəti və sair məqamlardan danışırdı. Manifest, şükür etmək və sair tipli məsələlər qeyd olunmuşdu. Spiritual ilə maraqlanan və yaxud da ki, manifest enerji yolunu çıxan, bu yolu araşdırmaq istəyən şəxslər üçün başlanğıc ola bilər. Çünki sadə dildə yazılmışdı və çox qısa bir kitab idi. Amma yenə dediyim kimi məndə çox da wow bir effekt qoymadı. Digər qeyri-bədii bir kitab The No Complaining Rule kitabıdır. Hal-hazırda buradan oxuyuram. Azərbaycan dilində oxumuşdum və adı Şikayətlənməmək qaydası kitabı idi. Məsələn, klassik olaraq işləmə, yəni iş bacarığı və bu işləmə bacarığında şikayətlənməyin necə neqativ bir təsir olduğundan danışırdı və bunu bir personaj əks olunmuşdu və personajın iş həyatından nümunə götürərək hekayə kimi izah edirdilər, amma qeyri-bədii bir kitabdır və şikayətlənməyin iş fəaliyyətinə necə neqativ təsir olduğunu, iş komandasına və iş bütövlüyünə necə təsir etdiyini və sair danışırdı. Qatıldığım hissələr də var idi ki, həqiqətən şikayətlənməyin yaxşı bir şey olmadığını və sair, yəni qatıldığım hissələr var idi. Hal-hazırda mən özümdə onu çox da inkişaf etdirmişəm deyə düşünmürəm, amma yenə də insanı bəzi nöqtələrdə gözünü açır deyə düşünürəm. Bu baxımdan tövsiyə edə bilərəm, çünki mən sadəcə bir günə oxuyub bitirdim. Çünki çox axıcı idi və çox sadə dildə yazılmışdı mənim fikrimcə. Başqa qeyri-bədii kitabı isə Hayır deyə bilmək sənəti deyə bir kitabdır ki, müthiş psixoloji adlı bir kitabdır. Bu kitab əslində öz sərhədlərini necə qoruya biləcəyiniz haqqında məqamlar qeyd edib, yox deyə bilmənin necə yaxşı bir şey olduğunu, əslində sizi necə azad bir ruha çevirəcəyini qeyd edir və mənim bu kitabda həqiqətən təsirləndiyim nöqtələr var idi. Özümdə gördüyüm zəiflikləri görməyə başlamışdım və bu zəiflikləri hiss etməyə başlamışdım bu kitab sayəsində. Və yox deyə bilmənin həqiqətən çox gözəl bir şey olduğunu qeyd edirdi. Bu bacarığı kəşf edə bilməyin gözəl bir şey olduğunu danışırdı. Sadəcə kitabda sevmədiyim nöqtələr o idi ki, bəzi məqamları çox təkrarlayırdı. Yəni bəzi hisslər çox təkrarlanmışdı, eyni hissələr və məncə tövsiyə edəcəm bu kitabı sizə, çünki yəni mənim fikrimcə özünüzü ən azından bir şeylərin fərqinə varmağınıza kömək edəcək. İndi isə bədii kitablar haqqında danışmaq istəyirəm. Bədii kitablar mənim ən sevdiyim kitablardır. Çünki əgər hekayəni tuta bilirəmsə və o hekayənin axışına özümü buraxa bilirəmsə, o kitabı tez bitirirəm və o kitabın təsirində çox qalıram. Ona görə bədii kitabları hədsiz sevirəm və ona görə də möhtəşəm bir əsərlə başlamaq istəyirəm. 1984. Məncə bu kitabı hər kəs oxuyub. Yəni çox adam oxuyub deyə düşünürəm. Amma əgər aranızda hələ də oxumayan varsa, məncə gedin bir nəzər yetirin və bu kitabı oxuyun. Bu kitab çox spoiler vermək istəmirəm. Bu kitab amma həm siyasətdən, həm əslində bu biraz qurma dünyadır kitabda. Amma bu qurma dünyada siyasətdən, manipulyasiyanın gücündən, insan beyninin manipulyasiyaya necə uğraya biləcəyini göstərən bir kitabdır. Özəlliklə son hissələrdə o qədər axıcı bir şəkildə irəliləmişdi ki, kitab. Mən özümü o kitabdan qaldıra bilmirdim və təsirində çox qalmışdım. Amma yenə də gedin oxuyun və məncə çox təsirlənəcəksiniz. Digər bir kitab Franz Kafkadan Dönüşüm kitabı ola bilər mənim üçün. Bu kitab yadımda deyil hansı dildə oxumuşdum, türk yoxsa Azərbaycan dilində. Dəqiq bilirəm ki, ingilis dilində deyildi. Amma bu əslində çox da dil fərq eləmir, amma kitabları bacardığım qədərilə orijinal dilində oxumağa çalışıram. O da sadəcə Azərbaycan və ingilis dili və ya türk dili bilməklə olmur təəssüf ki. Bu kitabda onu deyə bilərəm ki, depressiv bir kitab idi. Mən depressiv kitabları çox sevmirəm, nə yalan deyim. Çünki mən kitabın, filmin təsirinə çox düşən bir insanam. Günlərlə ağlımdan çıxmır çünki. Kitab özündə gözəl hissələri qeyd etmişdi. Qısa bir kitab idi. Tez bitdi. Amma dərin bir iz qoydu. Çünki depressiv bir kitab idi.
Depressiv əsərlər sevirsinizsə, buyurun gedin oxuyun. Digər qısa bir kitab olardı ki, Dostoyevskinin ən məşhur əsərlərindən biri Bəyaz Gecələr. Əgər Dostoyevskiyə başlamamısınızsa, başlamaq planınız varsa, məncə Bəyaz Gecələrdən başlaya bilərsiniz. Mənim fikrimcə qısa və sadə dillə yazılmış bir əsərdir. Ona görə başlanğıc olaraq tövsiyə edə bilərəm. Bəyaz Gecələr qısa idi, amma eyni zamanda baş qəhrəmanı əsəbləşdiyim, eyni zamanda empatiya qurub pis olduğum hissələr oldu. Sadəcə baş qəhrəmanın xəyalpərəstliyi və məhəbbəti həm zaman-zaman məni əsəbləşdirirdi, zaman-zaman da üzürdü. Amma elə əsas məsələ də orada baş qəhrəmanın xəyallarından və xəyalpərəstliyindən danışır. Məncə gedin bir nəzər yetirin. Dostoyevskidən danışmışkən Dostoyevskinin başqa bir əsərini daha oxumuşam. Bu Ölülər Evindən Anılar kitabıdır. Bu kitabı türk dilində oxumuşdum. Sevdim. Amma necə? Ağır bir kitab idi. Yəni təsir qoyduğu üçün sevdim dediyim kimi. Ağır bir kitab idi mənim fikrimcə. Qısacası burada həbsxana həyatından danışırdı. Həbsxana həyatında bir nəfərin yazdığı bir günlük var və o günlükdə gördüyü hadisələr, həbsxanada keçirdiyi günlərdən danışırdı. Bu kitabda bəzən sevmədiyim məqamlar olurdu ki, bəzən həbsxanadakı olan şəxslərə elə yazığınız gəldiyi anlar olurdu ki, bir an fikirləşirdim ki, mənim bu şəxsə niyə yazığım gəlir? Axı bu həqiqətən bir cinayət işləyib də bu həbsxanadadır. Amma yenə də yazığınız gəldiyi anlar olurdu ki, nələr çəkirlər. Ona görə insanın beynini qarışdıran bir kitab idi. Bu baxımdan tövsiyə edə bilərəm. Digər bir yazıçı haqqında danışacağam. Stefan Zweig. Məncə bu yazıçını çox adam tanıyır. Mən bu yazıçının 3 ya 4 əsərini oxumuşam və onlar haqqında danışacağam hal-hazırda. Birincisi Chess Story, şahmat kitabıdır ki, bu kitabı mən ingilis dilində oxumuşdum, səhv xatırlamıramsa. Belə deyə bilərəm ki, qısa bir zamanda oxudum, amma eyni zamanda ara verə-verə oxuyurdum, çünki dərk etməyə çalışırdım bəzi məqamları. Bu kitabda insan beyninin gücündən və sizin bu beyninizin gücünü siz necə dəli birisinə çevirə biləcəyindən danışır. Məncə möhtəşəm idi. Digər ikinci bir kitabı Stefan Zweig'ın Bir Qadının Həyatına 24 Saat adlı bir kitabdır. Bu kitabı yəni wow deyə bilmərəm. Yəni bu kitabı çox sevən insanlar da var. Amma mən çox belə əsəbləşdiyim bir kitab oldu əslində, nə yalan deyim, bilmirəm niyə. Digər bir kitab isə Bilinməyən Qadından Məktub adlı kitabdır. Bu kitab hüzünlü bir kitab idi məncə. Bir qadının sevgisi uğruna etdiyi fədakarlıqlar. Amma mənim fikrimcə sevgi yox, ən çox bağlılıq olduğunu düşündüyüm hisslərdən ibarət bir kitab idi. Bu bağlılıq hissi onun üçün sevgi kimi görünürdü mənim fikrimcə və bu sevgi uğrunda etdiyi fədakarlıqlar çox böyük idi. Ona görə məncə tövsiyə edərəm ki, gedin oxuyun və başa düşün ki, bu fədakarlıqlar çox lazımsız idi. Son bağlanışı mənim üçün ən yadda qalan, mənim belə həqiqətən təsirindən çıxa bilmədiyim 1954-dən sonra və yaxud da ki, elə onunla eyni dərəcədə başqa bir kitab daha var. Od. Bu kitabın filmi də var. Filmini izləməmişəm, amma izləməyi düşünürəm. Bu kitab yeri gəldi dini sorğulamağa səbəb oldu. Yeri gəldi ailə münasibətlərini sorğulamağa səbəb oldu. Yeri gəldi insanın özü olması məsələsini sorğulatdı. Bu kitabı ona görə çox bəyəndim ki, dediyim kimi çox şey sorğulatdı mənə. Özəlliklə ailə münasibəti, din məsələləri, onların bir-birinə qarışması, insanın özünün inancı və s. belə. Yəni Ovod təsirli bir kitab idi. Bunu da mənə işlədiyim bir yerdə yoldaşlarımdan biri tövsiyə etmişdi və yaxşı ki, tövsiyəsinə qulaq asıb gedib bu kitabı alıb oxumuşdum. Məncə gözəl idi. Gedin, alın, oxuyun. Səhv etmirəmsə kitabı Aleninodan əldə etmişdim Azərbaycan dilində. Məncə gedib tapa bilərsiniz. Elə dostlar, bacardığım qədəri ilə oxuduğum, bəyənib və yaxud da ki, bəyənib bəyənməmək arasında qaldığım kitablar haqqında danışmaq istədim. Ümid edirəm ki, bu kitablar içərisində özünüzə uyğun, oxumaq istəyib amma hələ də oxumadığınız kitablar tapa bildiniz. Ümid edirəm ki, özünüzə ən azından 2-3 kitab listi götürə bildiniz. Əgər bu kitabları oxuyub razı qalsanız, yaxud da ki, başqa məndən fərqli fikirləriniz olsa, aşağıda qeyd edə bilərsiniz. Bu barədə müzakirələr apara bilərik. Təşəkkür edirəm videomu izlədiyiniz üçün. Sağ olun, hələlik.